Məhərrəmə 5 gün qalmış, hər şeyi yığışdırardılar. Elçiliyi, şirin tatarkasını, filanı, toyunu, 5 gün qalmış. Bir ay qalmış, uşaqlar Hüseyin deyərdilər, arşa çıxardı sürüsü. Qovardılar, at döşündə qovardılar uşaqlar. Toyunanlara nə deyərdi? Bu ayıbdır, eləməsinlər. Dinə, İslam'a qiymət versinlər. Ayıbdır, Müslüman əhli yox. Məhəmməd ümməti Əlinin şiyəsi yox. Biz gərək onları qoruyaq, biz onları yaddan çıxartmayaq. Allah dini İslam'a qüvvə versin, dinə sataşana fürsət verməsin. Yolu ilə çıxanları imana, dinə, yola, axirətə gətirsin. Düz yola hidayət edəsin, şeytan əməlindən kənar eləsin. Televizorun üstünü örtərdik, açmazdıq imamın qırxınaca. İndi nədən uşaqlar olub da, açırlar, eləyirlər, amma aşıradır.